Uşaqlar, indi məsələləri həll edirik. Siz də qulaq asın diqqətlə, görək nə edirik. Budur da, hə? Bir doğal sayının karesi, tutaq ki, natural ədəd, natural ədədin kvadratı. Natural ədəd bilmirik, olsun, ədədimiz olsun x, hə? Deyir, həmin ədədin kvadratı aynı sayının 6 qatı və 9 sayısı toplananda 121 alınır. X plus 3'ün kvadratı bərabərdir 121. Bu tənlik həlində x plus 3 bir dəfə müsbət 11'ə bərabər olur, bir dəfə də mənfi 11'ə. X bərabərdir 8, burada da 3 keçir o dəfə, mənfi 11 çıx 3, mənfi 14 edir. Və natural deyə 8 götürürük. 283'də 7'ni izah edirik. Toplamları 25 olan 2 sayı var. Böyük olanın 2 qatı kiçik olanın 3 qatına bərabərdir. Bax, birinci addım. 2 dənə ədəd var. Ədədin biri x-dir, biri də y-dir. Böyük olanın 2 qatı, kiçik olanın 3 qatına bərabər. Tutaq ki, bu böyükdür. Tutaq ki. İstəsək böyük bu birsinə götürə bilərik. Böyüyün 2 qatı kiçiyin 3 qatına bərabərdir. X bərabərdir 3k, y bərabərdir 2k. Düzdür? Demişdi bu ədədlərin cəmi 25'dir. X plus y 25'dir. 3k ilə 2k'nı toplayanda 25 eləməlidir. K 5'dir. Tələsib bunu cavab kimi götürmə. Apar qoy yerinə. 3 dəfə 5'in 15, 2 dəfə 5'in 10. Kiçik ədəd 10. Oldu. Bu sual tipi də maraqlıdır. Bəzən ədədləri tək-tək tapmırıq. Bəzən tək-tək tapa bilmirik ədədləri. Amma istəniləni tapa bilirik. Bax, bunu unutma heç vaxt. Həndəsədə də, cəbirdə də belədir. Bəzən tək-tək, ayrı-ayrı tapa bilmirsən. Ədədləri bilmirik. Biri x-dir, biri y-dir. Addımla qeyd edirsən. 2 doğal saydan birini 10 artırırıq. Digərini 8 azaldırıq. Əldə edilən yeni ədədlərin cəmi neçədir? X plus y-i yaxınlaşdırırıq. Bu da 40 idi. 42. Görsən x, y ayrıca bilmirik, amma bildiyi o. Sual var. Buna aid işlədik bəyəxlarım. Bu da fərq deyir. Dəniz öz o pul bir dənə bankası olur. Ona hər gün bir öncəsi gün atdığı pulun 2 qatı qədər pul atır. Birinci gün, ikinci gün, üçüncü gün, yəni dördüncü gün gedir. Buna oxşar bir sual buraxılışa düşüb bu il təsəvvürlə. Qəpiklə amma. Düşdü, ona görə çətin olur uşaqlar. Hər gün bir öncəki gün atdığı pulun 2 qatı qədər.
hər gün pul atır, amma əvvəlki günün 2 qatı qədər. Birinci gün onsuz da ataqda nə qədərsə. Sonra öncəki günün 2 qatı qədər. Öncəki günün 2 qatı qədər. Və 3 gündə 70 pul yığılır. Toplayırıq. 7x bərabərdir 70-ə, x də bərabərdir 10-a. İlk gün 10 manat pul atır. Diqqətli ol. Ola bilər ikinci günü soruşar. Ola bilər 3-ü, ola bilər 2 ilə 3-ün cəmisi, ola bilər 1 ilə 2-nin cəmini soruşar. Ehtiyatlı ol. Bal kəsirlər. Yaxşı, onlar da bilirlər elə ki, biz tələsirik o dəqiqə. Bax deyirəm, məsələdə həmişə ehtiyatlı ol. Həmişə. Sonra demək ki, mexanika elədim. Bax, fakt deyirəm ondan. Gəl onu eləyək bir yerdə. Bir depo, çəndi, nədirsə. Hər saat bir öncəki saat axan su miqdarının 2 qatı qədər su axıdılır. 1, 2, 3, 4, 5 saata dolub. X, 2x, 4x, 8x, 16x 2 qatı qədər. Toplam 620 litr su tutub. Nə qədər eləyir bu? 20, 31. X də bərabərdir 20. Cavabı getdim 20 götürdüm. Bu gör nə deyir? İkinci saatda neçə litr su axmışdı? Yox. Təkcə 2x. 40 litr. Demir ki 2 saatda. İkinci saatda deyir. Başa düşdüm, o belə şeylər deyir. Budur məsələ. Oldu. Əhmədin 13 il sonraki yaşı bugünkü yaşının 2 qatının bir fazlasıdır. Əhmədin indi neçə yaşı var bilmirəm, x-dir. 13 il sonra neçə yaşı var? X plus 13. Bugünkü yaşın 2 qatının bir fazlasıdır. Və salamda bunu həll edirsən, x-i tapırsan bugünkü yaşır. Bu da maraqlı sualdır. Əli ilə Mətinin pulları cəmi 40 TL-dir. Əli ilə Mətinin pulları cəmi 40 TL-dir. Əli ilə Mətinin pulları cəmi. Onda Əlinin pulu A olsun, Mətinin pulu da M olsun. A üstəgəl M bərabərdir 40. Düzdür? Əli Mətinə 8 TL verir. Əlidən 8 TL azalır. Həmin pul eyni zamanda Mətinin üstünə gəlir. Və pullar bərabər olur deyir. Və əlimdə A plus M də var idi. Bu da var. Sistemə qoyuruq. Bəli. 2A56, A-da neçə? 28, M-dəki nə bilim 12. Əlinin nə qədər pulu var idi? Diqqətlə baxmaq lazım. Yaxşı. Uşaq bu ikisini götürüb. Yazmayıb cavab 28. Bal kəsiblər. 3 bal. Özə belə misal yox ha. Kəsir rasional təmlik. 97 bal. 100-dən. Heç bir səhvi yoxdur uşaq. Başa düşdün nə deməkdir? Bu hər şey hazır. Yazmayıb cavab 28. Gör nə deyirəm sən? Gör nə qədər insafsızlıq eləyiblər. Bir bal kəsdi, Allah insafla kəssin. Sən görmüsən o boyda nə qədər sən qəddar insansan. Bir sinifdə qız və erkək öyrəncilər sayları toplamı 32-dir. Qız öyrənci sayı erkək öyrənci sayından 4 fazla olduğuna görə erkək öyrənci sayı kaçdır?
Gəl bunu iki cür eləyək. Bir sistem tənlik eləyir, bir də adi tənlik eləyir. Yaxşı. 2 dənə bilinməyən şeyin cəmi veriləndə birinə x deyirsən, birinə də cəm çıx x. Başa düşdün? Çünki ikisinin toplamı 32 eləyir. Oğlanlar x-dir. Qızlar da 32 çıx x-dir. Həmişə. Məsələn, 5 qəpiklərlə 10 qəpiklər 20 dənədir. 5 qəpiklər x-dirsə, o birisi 20 çıx x-dir. Həmişə belədir. Uşaqlar böyüklər 50 dənədir. Uşaqlar x-dirsə, böyüklər 50 çıx x-dir. Daim istifadə olunur. Sinifdə qız öyrəncisi, erkək öyrəncisindən 4 çoxdur. Bax, görsən, qız oğlanlardan 4 artıqdır. Qız artıqdır, fakt artıqdır. Bax, hala. Bax, qız artıqdır, 10 dənədir, bu da 6 dənədir. Bunun üstə gələndə bu bərabər olmayacaq. Bu balacan üstə gəlməlisən ki, bərabərləşsin. Ona görə qızın üzərinə, qız öyrənci, qız artıqdır, hə. Onda oğlanın üzərinə gəlirsən ki, bu artsın. Aydındır. 32 çıx 4 bərabərdir 2x. X də bərabərdir 14. Deməli, oğlan 14'dür. Qız da nə qədərdir? 18'dir. Problem var. Erkək öyrənci sayı dəqiq. Özləmin parası Hakanın parasının 4 qatına eşittir. Özləmin pulu Hakanın pulunun 4 mislidir. Hakanın pulunun 4 mislidir. Hakan x'dir. Dəqiq bilmək lazımdır hansı x'dir. Özləm də 4x'dir. Bunların pulları cəmi 120'dir. Hakanın nə qədər pulu var? 24. Bu aydındır. Bax, bu maraqlı sual. Su butulkasıdır. İçində su da var. Su butulkası və içində su da var. Ağza kimi doludur. Burada onu deyir. Və o su butulkası içində dolu su ilə birlikdə tərəziyə qoyanda 1200 qram gəlir. Mən butulkanın ağırlığını bilmirəm. Boş butulka. Yaxşı? X'dir. Tam dolu su, tam su da Y''dir. Tam ağzına kimi su. Çəkisi ayrıca Y''dir. Butulkanın da ayrıca ağırlığı X'dir. İkisi birlikdə X plus Y''dir. O da 1200 qramdır. Şişədəki suyun ağırlığı boş şişənin ağırlığının 5 qatıdır. Hə, bu su var ha. Su boşun 5 qatıdır. Onda bu 5x'dir. 6x 1200'dür. X de 200'dür. Ya Allah. 5 vur 200 1000. Tam dolusu 1000'dir. Boş şişənin ağırlığını soruşur 200. Oldu. İki qələmin qiyməti 3 silginin qiymətinə bərabərdir. Qələm X-dir. Silgidə Y-dir. Əvvəldən qeyd edirik. 2 dənə qələmin qiyməti
Birinin qiyməti x-dir, ikisinin 2x-dir. 3 silginin qiymətinə bərabərdir. X buradan 3k, y-də 2k. Bir silgi və 2 qələm alana 14 manat pul verir. Yəni 3k üstə gəl 2 vur 2k. 2k boyu tax ona görə. 7k 14'dür, k da 2'dir. Gətirib yerinə qoyanda olur 6 və 4. Bir qələm neçəyədir? 6 manat. Dəqiq olmalıdır. Bundan işləmişik. Uşaq özü işləməlidir. Bu maraqlıdır. 2 qələmin qiyməti 3 silginin qiymətinə, 2 silginin qiyməti bir dəftərin qiymətinə bərabərdir. Qələmin qiyməti olsun x, silginin bir dənəsinin qiyməti olsun y, dəftərin də bir dənəsinin qiyməti olsun z. 2x bərabərdir 3y. 2y bərabərdir 1z. Bura qədər problem var. Tənasüb dərsindən bilirik ki, bəli, eyni hərfin qabağı eyni olmalıdır. Eyni hərfin qabağı eyni olmalıdır. Bəs bunu nətər eyniləşdirirlər? Bunu o ədədlərin əkobu ilə eyniləşdirirlər. 3-dən 2-yə əkob 6 deyə bunları 6-ya gətirmək lazımdır. Bu y-in qabağı nəyə gətirmək lazımdır? 6-ya. 6-ya gətirmək üçün bu y-i 2-yə vurmaq lazımdır ki, 6 olsun. Onda onun qabağını da 2-yə vurursan. Tərəzinin bir tərəfini hansı ədədə vurursansa, o bir tərəfini həmin ədədə vurursan. Burada da yenə bunu 6-ya gətirmək lazımdır. 6-ya gətirmək üçün bunu 3-ə vurursan. Olur 6, 3-ə vurdum. Onda sağdakı ədədə 3-ə vurmaq lazımdır. Yəni, solu 3-ə vurdum, sağı da 3-ə vurdum. İndi 4, 6, 3 bərabərləşdirirsən bunları. Sonra bunları əkob tapırsan. 3-dən də bölünən ədəd 12k. 4x-i 12k-ya bərabər eləyəndə x 3k olur. 6y-i 12k-ya bərabər eləyəndə y 2k olur. 3z-i 12k-ya bərabər eləyəndə z 4k olur. Və bunların toplamı 9'dur. 3k, 2k, 4k bərabər neçəyə? 9'a. 9k, 9k da bərabərdir 1. Aydındır? Yerinə aparıb qoyanda qələm hansıdır? X-dir. Deməli 3k-dır o. 3 manat. Bax belə, çox qəşəngli sual idi. Səkkiz asandır. 9 maraqlı sualdır. Bir dənə deponun yarısı su ilə doludur. Olsun. Yarısı su ilə doludur. Depodan 4 ton su boşaldıktan sonra boş hissə saatdə 6 ton su vuran bir boru ilə 10 saata dolur. Məsələlər yəni cürbəcür yanaşma ilə həll olur. Cürbəcür yanaşma ilə həll olur. Bəzən sonda olan hissədən istifadə eləməklə də başlaya bilirsən məsələyə. Boş hissə var, hələ bilmirəm bu boş hissə nədir. Boş hissə var ki, hansı ki,
Əvvəlki halında yox, sonraki halında boş hissə var. Sonraki halında boş hissə var. Boş hissə bir də bu qırmızı yerdir, boş. Deyir yarısıyla doldu. Onda x verib kazanır. 4 ton su boşaltdı. Dolu olanda x çıx 4. Boş olanda x ilə gəl 4 kimi yazılır. Bəli, o yanaşmanı eləyərik. Gəl bundan gedək. Sən dediyin kimi eləyərik. Boş hissə, ən az sondakı boş hissə 10 saata dolur. Amma necə? Saatda 6 ton su vuran boru ilə. Nə demək saatda 6 ton? Yəni 1 saata 6 ton su gəlir ora. 1 saata 6 ton su gəlib bura. Amma 10 saatdan sonra dolub o boş hissə. Düzdür? Deməli 60 ton burada nə var? Su var. Boş hissədə. Eləmi? İndi deyək ki, depodan 4 ton su boşalıb da, düzdürmü? 4 ton su boşalıb. İndi bu 4 ton su boşalandan sonra boş hissə nə olub? 60 ton. 4 tonunda bura gəlsəydi, bu su artardı da, hə? Onda boş hissə azalıb neçə olardı? 56 ton. Demək, boş hissə nə qədərdir? 56. Amma bu da deyir ki, yarısı su ilə dolu. Deməli, yarısı doludur, yarısı boş. Demək, 56 da o birisi hissədir. O cür oldu, nəm 112. Bu bir. Bu cür yanaşma. İndi Aysunun dediyi yanaşma ilə eləyirik, uşaqlar. Aysunun dediyi kimi eləyirik. Deyək ki, deponun yarısı su ilə dolu. Deponun deyir, hamısına x deyirəm. Hamısına. Hamısına. Yarısına da x bölü 2 deyir. Yarısına x bölü 2 deyir. Sonra nə eləyir? Buradan 4 ton su boşalır. Bu dolu hissədən 4 ton boşalır. Bu dolu hissədir. Dolu hissə. Düzdür? Dolu hissədən 4 ton boşalır. Onda bunun yarısı boş idi də. Boş hissədə onda 4 ton artır. Biri nə qədər azalırsa, biri o qədər artır. Bu da boş hissədir. Və bu boş hissəni də biz bildik ki, 6 vur 10'dur, 60'dır. 60'dan 4 çıxdıq, elədi 56. X də bərabərdir 112. Belə. Oldu. Sən x-dən dedim, mən biraz da kobud şəkildə həll elədim ki, qoy elə ümumiyə x görsün. Hə? Bir sinifdəki öğrenci sayı bu asandır. Bunu eləyək. Avtomobil satılan bir salon var. Orada 2 dənə də avtomobil növü var. Birinin qiyməti digərinin qiymətinin 2 qatından 21.000 TL fazladır. Birinin qiyməti x-dir. Digərinki o birisinin 2 qatından hələ 21.000 çoxdur. Ucuz olan avtomobillərdən 5 tane, bahalıdan ikisi alına bilir. Yəni ucuzun 5 qatı bahalının 2 qatına bərabərdir. Problem var. Buradan həlləyib x-i tapırıq. Sonra yerinə qoyub bahalı avtomobili tapırıq. 42 mi olur x? Hı?
Bu maraqlı sualdır. 13-ə baxaq. Qəşəng sualdır. Tamamı su ilə dolu olan 2 dənə qab var. Birinin həcmi digərinin həcmi 3 qatıdır. Ha? Birinin həcmi x-dir, o birisinin də həcmi 3x-dir. İkisi də ağzına kimi doludur. Yox. Aha, aydındır. Hal-hazırda belə. Deyir, böyük olan qabdakı suyun 20 litri kiçik qaba boşaldılsa, iki qabdakı su miqdarı eşit olur. Bu nədir? Tamamı suyla dolu deyil axı bu. Onda yəqin tamamı dolu deyil hə bunları. Bence birinin x hissəsi oldu, digərinin 3x hissəsi. Tamamı su ilə dolu olan iki qabdan birinin həcmi digərinin həcminin 3 qatıdır. Bu biraz nasıl sual altına qaldı. Buna sual qoyaq. Ayrıca baxarıq. Davay. Bilet quyruğunda, bilet növbəsində sədanın önündəki kişi sayı, arxasındakı kişi sayının 2 qatından 19 əksikdir. Ha? Bu sədadır, hə? Önündəki adam sayı arxasındakı adam sayı x-dir onda. Önündəki də arxasındakı sayının 2 qatından 19 əksikdir. Tam ortadadır. Onda bunlar bir-birinə nədir? Bərabərdir. Vəssalam. X 19-a bərabərdir. Başdan neçənci adamdır o? Səda. 20. Bəli, malum. Belə 8-ci antrenmanı da elədik.